Salam əziz şagirdlər. 6-cı sinif ingilis dili dərsliyinin iş dəftərindən səhifə 32-nin izahı. Heroes make a difference. Qəhrəmanlar fərqlilik yaradır. Language reference. Past continuous affirmative and negative. Keçmiş davam edici zamanın inkarı və təsdiqi. Öncə təsdiq cümlələrlə tanış olaq. I was watching a film. Mən filmə baxırdım. You were driving. Sən sürürdün. He, she, it was running. O qaçırdı. We were having breakfast. Biz səhər yeməyi yerdik. They were getting off the train. Onlar qatardan endilər. Negativ, inkar cümlələrlə tanış olaq. I wasn't wearing a coat. Mən palto giyinmirdim. You were not dancing. Sən rəqs etmirdin. He, she, it wasn't swimming. O üzmürdü. We were not playing basketball. Biz basketbol oynamırdıq. They were not laughing. Onlar gülmürdülər. Past continuous questions and answers. Keçmiş davam edici zaman suallar və cavablar. Yes, no questions. Bəli, yox sualları. Ümumi suallar. Was I riding a bike? Mən velosiped sürürdüm. Were you waiting for the bus? Sən avtobus gözləyirdin. Was he, she, it walking? O gəzirdi. Were we playing soccer? Biz futbol oynayırdıq. Were they listening to music? Onlar musiqiyə qulaq asırdı. Short answer. Qısa cavablar. Yes, I am. Bəli. No, I. Short answer. Qısa cavablar. Yes, I was. Bəli. No, I wasn't. Xeyr. Yes, you were. No, you weren't. Bəli. Xeyr. Yes, he, she, it was. Bəli. No, he, she, it wasn't. Xeyr. Yes, we were. Bəli. No, we weren't. Xeyr. Yes, they were. Bəli. No, they weren't. Xeyr. WH questions. Xüsusi sual cümlələri. Answers. Cavablar. What were you doing? Sən nə edirdin? I was hanging out with my friends. Mən dostlarımla asudə vaxt keçirdirdim. Why was he waiting? O niyə gözləyirdi? He was waiting for Bruno to arrive. O Bruno'nun çatmasını gözləyirdi. Where were they going? Onlar hara gedirdi? They were going to the canteen. Onlar yeməkxanaya gedirdi. Personality adjectives. Bu sifətləri öncə oxuyaq, tərcümə edək. Amazing, heyrətamiz, bearing, darıxdırıcı, brave, cəsur, clever, ağıllı, friendly, mehriban, funny, əyləncəli, kind, mehriban, lazy, tənbəl, strong, güclü, feelings, hisslər, bored, darıxdırıcı, cross, acıklı, excited, həyəcanlı, happy, xoşbəxt, sad, qəmgin, surprised, təəccüblü, tired, yorğun, worried, narahat. Söz üçün izahı və kəbləri. Lüğət. Birinci tapşırıq. Find six adjectives. Sifətlər göstərilmişdir. Həmin bu söz cərgəsinin içərisində biz 6 sifəti seçib 1-dən 6-ya qədər boş yerlərə yazacağıq. Birinci amazing, ikinci clever, üçüncü brave, dördüncü strong, beşinci kind, altıncı friendly. Complete the sentences and the crossword with the correct personality adjectives. Biz burada crossword tərtib edilib. Həmin crosswordun sağ tərəfində across, soldan sağa
down yuxarıdan aşağı, yəni həmin bu sözləri taparaq crosswordun içərisində qeyd edəcək. İkinci, he never says anything interesting. He is very boring. O heç vaxt maraqlı iş nə demir, o çox darıxdırıcıdır. Burada crosswordda qeyd edilib. Üçüncü, my brother is really nice and he speaks to everyone. Mənim qardaşım olduqca qəşəngdir və o hər kəslə danışır. He is very friendly. Üçüncü, Rachel never does any exercise. She is, deməli, o heç vaxt ev tapşırığını etmir, olduqca 5-də tənbəldir deyəcək. Lazy. İndi keçək down'a, aşağıya doğru olana. Birinci, my dad always help people. Mənim atam həmişə insanlara kömək edir. He is very kind. Üçüncü, I laugh a lot when I am with Beth. She is very... Deməli, mən onun olanda olduqca çox gülürəm. O olduqca funny, əyləncəlidir. Wonder Woman is strong and clever and she can fly. O güclüdür, ağıllıdır və uçmağı bacarır. She is amazing. O heyrətamizdir. Üçüncü, circle the correct options. Düzgün fikri dairəyə alacağıq. Birinci, I walked 15 kilometers this morning and now I am cross. Mən bu səhər 15 kilometr piyada gəzdim və mən çox yoruldum. I am tired. İkinci, there was a cat in our classroom this morning. The teacher was very surprised about it. Deməli, bu səhər bizim sinifdə bir pişik var idi və müəllimimiz təbii ki, surprised olacaq, çox təəccübləndi. Üçüncü, my dad is tired, worried because we missed the train. My dad is worried because we missed the train. Mənim atam çox narahat oldu çünki biz qatara gecikdik. Dördüncü, we are going on holiday. I am really cross excited. Deməli, biz tətilə gedirik. I am really excited. Çox həyəcanlıyam. 5-də, do the same thing every day and I am bored. 6-da, I am cross, happy when I hang out with my friends. I am happy when I hang out with my friends. Mən dostlarımla vaxt keçirdəndə çox xoşbəxt oluram. 4-cü tapşırıq. Put the letters in the correct order and write the feelings. Then complete sentences A-E. Biz deməli hərfləri səhv yazılmış sözləri düzgün formada yazıb birdən 5-ə qədər boş yerlərdə yazacaq, yerləşdirəcək. Deməli, bored, tired, happy, 4-də sad, 5-də cross. This lesson is not interesting, I am bored. Bu dərs mənim üçün maraqlı olmadı və mən darıxdım. İkinci, B bəndində olacaq. Sophia didn't do her homework. Sophia ev tapşırığını etmədi. Her teacher was cross and shouted at her. Onun müəllimi acıqlandı və ona qışqırdı. C. My cousin's best friend didn't come to his birthday party. Mənim kuzenimin ən yaxın dostu onun ad günü partisinə, şənliyinə gəlmədi. He was sad and cried. O çox qəmgin oldu və ağladı. 4-də, I am going to bed now. Mən indi yatmağa gedirəm. I am very tired. Mən çox yorğunam. Hey, it is my birthday. I am so happy. Mənim ad günümdür və mən çox xoşbəxtəm. Keçək səhifə 34. Grammar, qrammatika. Birinci, complete the sentences with words or were. Biz to be fiilinin keçmiş zaman forması olan was were-nü bu boş yerlərə, xanalara yazacaq. Keçmiş davam edici zaman forması düzələcək. Birinci, we were boarding the plane. Biz təyyarəyə minirdik. Emma talking to Charlotte. Emma
was talking to Charlotte. I was having my breakfast. Emma dostu Charles'la danışır. Mən səhər yeməyi edirdim. Friends were playing basketball. Mənim dostlarım basketbol oynayırdı. 5. You were cooking in the kitchen. Sən mətbəxdə pişirirdin. 6. Daniel was speaking on his cell phone. Daniel öz telefonunda danışırdı. 2. tapşırıq. Complete the sentences with the correct past continuous form of the verb. Biz burada göstərilmiş fiilləri keçmiş davam edici zaman formasında yazacağıq. Təbii ki, plus yazılanları təsdiq cümlədə, çıxaq yazılanları, minus yazılanları isə inkar cümlədə işlədəcəyik. 1. Beatrice was wearing her school uniform. Beatrice öz məktəbli formasını geyinirdi. Elijah and I were watching a film. Elijah və mən filmə baxırdıq. You were not listening to me. Sən mənə qulaq asmırdın. My sister was driving the car. Mənim bacım maşın sürürdü. I wasn't shouting at you. Mən sənə qışqırmırdım. 6. We were not eating fast food. Biz fast food yemirdik. 3. tapşırıq. Burada yeri dəyişilmiş şəkildə verilmiş sözləri düzgün sual cümləsi formasında tərtib edəcəyik. 1. qeyd edilib, 2-ciyə baxaq. Were his parents traveling around the world? Onun valideynləri dünya tərəfində səyahət edirdi. 3. Were you doing your homework? Sən ev tapşırığını edirdin. 4. Was your brother swimming with Liam? Sənin qardaşın Liam'la üzürdü. 5. Was I walking towards school? Mən məktəbə sarı gedirdim. 4. tapşırıq. Complete the mini dialects with the correct words. Kiçik diyaloqu düzgün sözlərlə tamamlayacaq. I saw you yesterday morning. Mən səni dünən səhər gördüm. Were you waiting for a bus? Sən avtobus gözləyirdin. Yes, I was. Bəli, I was going home. Mən evə gedirdim. Was Olivia talking to Carla at the party? Olivia partidə, şənlikdə Carla ilə danışırdı. No, she wasn't. Xeyr, she was talking to Anne. O Anna ilə danışırdı. What was Samuel doing in the park? Samuel parkda nə edirdi? He was playing soccer. O futbol oynayırdı. Where were Lucas and Michael going last night? Michael və Lucas keçən gecə hara gedirdi? They were going to the bowling alley. Whom was Amanda shouting? Amanda kimə qışqırırdı? She was close with Samuel. O Samuel'a acıklı idi. Səhifə 35-in izahı. Reading, oxu. Look at the text and tick the correct answer. Öncə mətni oxuyacaq, sonra burada birinci, ikinci verilmiş yerlərdə boş, hansı uyğun gəlirsə boş hissəni işarələyəcək. Öncə mətni oxuyaq. We are so happy to have our cat Lulu home. Lulu adlı pişiyimizin evdə gördüyümüz üçün çox şadıq. Last Saturday Lulu didn't come inside to eat her dinner and we didn't see her the next day. Ötən şənbə günü Lulu şam yeməyinə gəlmədi içəri və ertəsi gün onu görmədik. My mom and I were getting really worried. Anamla mən çox narahat idik. We looked in the park and the people's gardens, but we couldn't find her anywhere. Biz parkda, insanların bağçalarında onu axtardıq, amma onu heç yerdə tapa bilmədik. On Sunday evening, I was looking out into the street from my bedroom and I saw Lulu. Bazar günü axşam yataq otağımda küçəyə baxırdım.
və mən Lulunu gördüm. She was in a tree about 15 meters up. O, təxminən 15 metr hündürlüyündə bir ağacda idi. I was so surprised. Mən çox təəccübləndim. Mom, and I went into the street and shouted Lulu. But she didn't. Anam və mən küçəyə çıxdıq. Lulu deyə qışqırdıq, amma o aşağı düşmədi. We put her favorite food under the tree, but she didn't come down. Onun ən çox sevdiyi yeməyi ağacın altına qoyduq, lakin o aşağı enmədi. We don't know why, but she couldn't move. We were really sad. Niyə olduğunu bilmirik, amma o tərpənə bilmirdi. Biz həqiqətən də kədərli idik. On Tuesday, Lulu was still in the trees. My mom decided to post a message on Facebook and ask for help. Çərşənbə axşamı Lulu hələ də ağacda idi, amma deməli anam Facebookda mesaj yazmaq, kömək istəmək qərarına gəldi. A kind man called David read the message. David adlı bir xeyirxah kişi mesajı oxudu. He works with trees and he rushed to our house in his van. O ağaclarla işləyir və öz mikroavtobusu ilə bizim evə tələsdi. He used his equipment to get to Lulu and bring her down, and now she is home with us again. What a hero! Deməli, o Luluya çatmaq, yerə endirmək üçün ağaclardan istifadə etdi və indi Lulu bizimlə evdədir. Necə də qəhrəmandır. Qayıdırıq birinci tapşırığa. What is it? O nədir? Informative about cats. Pişiklər haqqında məlumat. A story about a cat. Pişik haqqında hekayə. A story about a lot of cats. Çoxlu pişiklər haqqında hekayə. Əlbəttə ki, ikinci a story about a cat. Keçək ikinciyə. The author's name is. Müəllifin adı Lulu, xeyir pişiyin adıdır. Luisa. İkinci tapşırıq. Read the text and write true or false next to the statement. Bu şeylərə səhv və ya doğrunu işarələyəcək. Lulu is not in the tree now. Lulu indi ağacda deyil. Əlbəttə ki, doğrudur. Louisa and her mom looked for Lulu in people's houses. Louisa və onun anası insanların deməli evlərində pişiyi axtarırdı. False. People's garden. Lulu was in the tree for over 3 days. True. Lulu came down the tree when she was her favorite food. Üçüncü tapşırıqda deyirdik ki, o 3 gündən artıq ağacda dayanıb. Dedik ki, əlbəttə doğrudur. Lulu onun sevimli yeməyini ağacın altına qoyanda aşağı indi mi? Deyirik ki, xeyr, false. David saw the post about Lulu. David Lulu haqqında postu gördü. Bəli. David shouted the cat's name. David pişiyin adını qışqırdı. And she came down. Və aşağı indi. Xeyr, false. Şu tapşırıq. Write answers to the questions. Birincini veribdir. Which day did Louisa's cat not eat her dinner for the first time? She didn't eat her dinner for the first time on Saturday. Hansı gündən başlayaraq o yeməyini yemirdi? Əlbəttə ki, şənbə günü. How were Lucia and her mom feeling during the day on Sunday? They were worried. Onlar narahat oldular. They were getting really worried. What was Luisa doing when she saw Lulu? O Lulu'nu görəndə nə edirdi? She was looking out into the street from her bedroom. Dördüncü. What did Luisa and her mom put under the tree? They put her favorite food under the tree. What did Luisa's mom do on Tuesday?
On Tuesday, Luisa's mom decided to post a message on Facebook and ask for help. What is David's job? David's job is arborist. Səhifə 36-nın izahı. Language in context. Kontekstdə dil. Past continuous, affirmative and negative. Keçmiş davam edici zaman. Təsdiq və inkar cümlədə. Birinci. Circle the correct from the past continuous in the sentences. Deməli, bu cümlələrdə hansı doğrudursa onu şərt dairəyə alacaq. Birinci. Tina was having an amazing time. Tina'nın heyrətamiz zamanı var idi. We were laughing. Laugh all day. Əlbəttə ki, we were laughing all day. Biz bütün günü gülürdük. Üçüncü, the best players were not playing in the match. Yaxşı oyuncular were not playing in the match. Oynaya bilmədi. Yarışda oynaya bilmədi. Dördüncü, she was listening to the radio last night. She was listening to the radio last night. O geçen gece musigiye kulak asırdı. Beşinci, were not watching the film at 8 o'clock. I wasn't watching the film at 8 o'clock. Saat 8'də mən filmə baxmırdım. You were not wearing a jacket. You were not wearing a jacket. Sən jaket giyinmirdin. Look at the images. Then complete the sentences using the past continuous in affirmative or negative. Şəkillərə baxaraq 1-dən 6-ya qədər bu insanların nə ilə məşğul olduğunu cümlənin boş yerlərində qeyd edəcəyik. At 6 p.m. yesterday. Dünən saat 6-da. Birinci. Dina wasn't playing video games. She was watching a TV program. Dina video oyunlar oynamırdı. O televiziya proqramına baxırdı. Albert was doing homework. He wasn't having dinner. Albert tapşırığını yazırdı. O nahar etmirdi. Peter and Sanjeev were playing a basketball match. Peter ve Janvik basketbol yarışında oynayırdı. They were not winning. Onlar galip gəlmədilər. Mom was looking at trainers in the shopping center. Mənim anam idman ayaqqabısına ticarət mərkəzində baxırdı. But she wasn't buying anything. Lakin o heç nə almadı. Mia was coming to meet me at the shopping center. She is walking fast. Mia mənimlə ticarət mərkəzində görüşə gəlirdi. O sürətlə yeriyirdi. 6. It was getting dark in the city. Küçədə qaranlıq idi. But it wasn't raining. Yağış yağmırdı. 3. tapşırıq. Write sentences with the past continuous. Cümlələri keçmiş davam edici zamanda yazın. It wasn't raining in the afternoon. Günorta yağış yağmırdı. We were having a picnic on the beach. Biz çimərlikdə piknik edirdik. The runners were getting to the stadium. İdmançılar, qaçıcılar stadiona gəldilər. You were not looking across the street. Sən küçə boyunca baxmırdın. 5. She was texting on her phone. O telefonunda yoxlayırdı. 6. The car was not going very fast. Maşın sürətlə getmirdi. I was arriving when my friends left. Mənim dostlarım gedəndə mən çatırdım. Gemma and were not waiting for the bus. Gemma və mən maşını, avtobusu gözləmirdik. 8. Gemma and I were not waiting. 8. Gemma and I were not waiting for the bus. Gemma və mən avtobusu gözləmirdik. 3. tapşırıq.
Write sentences with the past continuous. Cümleleri geçmiş devam edici zamanda yazacak. It wasn't raining in the afternoon. Günorta yağış yağmırdı. We were having a picnic on the beach. Biz çimerlikte piknik edirdik. The runners were getting to the stadium. Qaçıcılar stadyona çatdılar. You were not looking across the street. Sen küçə boyunca baxmırdın. She was texting on her phone. O telefonunda tekst edirdi. The car was not going very fast. Maşın sürətlə getmirdi. I was arriving when my friends left. Mənim dostlarım tərk edəndə mən çatırdım. Gemma and I were not waiting for the bus. Gemma və mən avtobusu gözləmirdik. 37. Language in context, kontekstdə dil. Past continuous questions and answer. Keçmiş davam edici zaman suallar və cavablar. Match the questions from 1 to 8 with the answers A, F. Deməli biz 1-dən 6-ya qədər sualları A ilə F arasında olan hərflərlə birləşdirəcək. Uyğunluğu birləşdirək. Where were you going? Sən hara gedirdin? I was going to the park. E bəndi ilə birləşir. Mən parka gedirdim. Were they meeting their friends? Onlar dostları ilə görüşdülər. Burada olacaq. Yes, they were. C ilə birləşdirəcək. Bəli. What was he doing at the shopping center? O ticarət mərkəzində nə edirdi? Burada F ilə birləşdirəcək. He was looking for new trainers. Yeni idman ayaqqabısı axtarırdı. Was the girl running fast? Qız sürətlə qaçırdı. A ilə birləşdirəcək. Yes, she was. She was winning. O qalib gəldi. Were you sleeping during the lessons? Sən dərs ərəfəsində yatırdın. Bunu D ilə birləşdirəcək. No, I wasn't. I was listening to the teacher. Mən müəllimə qulaq asırdım. No, yox. How were they feeling? Onlar nə hiss edirdilər? Burada olacaq. They were very excited. Onlar çox həyəcanlanırdılar. Olacaq. Nə ilə? B ilə birləşdirəcək. Keçirik 3-cü tapşırığa. Keçirik 2-ci tapşırığa. Complete the questions with the past continuous form. Keçmiş davam edici zamanda sual cümlesini düzəldəcək. Və ikinci tapşırıq. Complete the questions with the past continuous. Keçmiş davam edici zaman sual formasını düzəldəcək. Birinci. Where were you and Stefan going? Sən və Stefan hara gedirsiniz? İkinci. Were you riding your bicycle? Sən velosipedini sürə bilirdin. What direction was the car going in? Maşın hansı istiqamətə gedirdi? Dördüncü. Were any people were walking down the road? Beşinci. Was Stefan wearing a helmet? Stefan dəbilqə taxmışdı. Altıncı. How was he feeling after the accident? O hadisədən sonra necə hiss edirdi? Bunu yazacaq. Üçüncü tapşırıq. Complete the police interviews with the word prompts. Use the past continuous. Keçmiş davam edici zamandan istifadə edək. Polisin deməli Markın diyaloquna baxaraq cümlələri tamamlayacaq. What were you doing? Siz nə edirdiniz? I was having lunch with my friends in the cafe. Mən kafedə dostlarımla qəlyanaltı edirdim. Where were you sitting? Sən harada oturmuşdun? Near the window, so we saw the man outside. Pəncərənin yanında və belə də mən küçədə kişini gördüm. What were the men wearing? Kişilər nə geyinmişdilər? They were wearing dark suits on a Saturday. Şənbə günü onlar tünd kostyum giyinmişdilər. Polis. Were they doing anything suspicious? Onlar nəsə şübhəli, nəsə edirdilər. No, not really, not then. Xeyr.
What are they doing? Bəs onlar nə edirdilər? They were looking down the street. Then the black car came. Onlar küçədə baxırdılar və birdən sonra qara maşın gəldi. Was the car traveling fast? Maşın sürətlə hərəkət edirdi. Yes, it was. Bəli. When it stopped, the men were close. They were shouted. O dayananda kişi ətrafda idi və onlar qışqırdılar. Who was shouting at the? At the driver, I think. Sürücüyə, mən düşünürəm. Who was driving the car? Maşını kim sürürdü? Another man in a suit. Kostyumda olan digər kişi. He was shouting too. O da qışqırırdı. I took photos. Look. Mən şəklini çəkmişəm. Bax. Əziz şagirdlər, ümid edirəm ki, izahım rəyinizcə oldu. Növbəti belə izahlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Kanalıma like atıb abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın.